Keramet Böyükçöl'ün maraqlı bir açıklaması var. Onu deyəcəm birazdan. Amma dostlar, ilk öncə nəyi demək istəyirəm? Xatırlayırsa, ilk dəfə bu mövzu ilə bağlı mənim bir çıxışım oldu. Dedim, rüşvət kimdə alan? Yaxşı, hamısı Azərbaycanlılardır da. Sənin övladında, sənin qohumunda, onun qohumudur. Deyək ki, bir 20-30 min erməni işləyir də Azərbaycanda vəzifələrdə. İndi qoy bunun bir 100 erməni olsun, 200 erməni olsun ki, Azərbaycan adı ilə yerləşiblər. Bu əksəriyyəti Azərbaycanlılar da. Yaxşı, siz niyə rüşvət alırsınız? Almayın da. Sənə demirlər, gedib sən icra başçısı sənə deyir ki, mənə rüşvət çəkdir. Nə bilim, polis rəisi deyir çəkdir, prokuror deyir çəkdir. Əgər belə təklif verirsə, ged istifa ərizəni yaz. O qədər belə nümunələr olub. Demirsiniz, bizə plan qoyublar. Plan qoyublar, o plandan imtina elə. Dəfələrlə belə hallar olur. Əziz dostlar, fakt deyirəm sizə, bir nəfər çox savadlı bir şəxs və imkanlı bir şəxsin övladıdır, çox dəyərli bir şəxsiyyətli bir insandır, tanıyıram. Adını çəkmirəm. Bunun övladı təyin olunubdur vəzifəyə, Abşeron rayon icra hakimiyyətində mühüm bir vəzifəyə. Adam gedir, işləyir bir gün, 2 gün, 1 ay, 2 ay, 3 ay, başqa bir yerlərdə işləyib, gəlib bura. Orada bir İrada xanım vardı, Abşeron rayon icra hakimiyyətinin başçısı. Sumqayıt rayon icra hakimiyyətinin başçısı Zakir Fərəzovun kadrı idi. Demək, İrada xanımın da bir bacıoğlusu vardı orada. Küçə ticarətinə mane olan, elə bu keçəl məmur kimi ona mane ol, buna məmur ol. Nəsə, qəddarın birisini bilmirəm o hardadır. Dostlar, fakt deyirəm sizə. Həmin şəxs bir gün gəlir, ərizəsini yazır, gedir atasının yanına, deyir ki, ata, mən daha bundan sonra icra hakimiyyətində işləməyəcəm. Atası deyir, niyə oğul? Deyir, ata, orada bir məmur var, düşür küçədə limon satan, mandalin satan insanların canına təpikləyir, işçilərə tapşırır ki, müsadirə edin onların satdıqları. Deyir ki, ata, ən uzağı orada mandalin, limon satan bir şəxs maksimum bir karop, bir yeşik limondan və yaxud da ki, o mandalindən maksimum 5-7 manat pul qazanır da. Mən deyir, heç vaxt şəxsiyyətimə soruşdura bilmərəm ki, gedib balasına, xəstəsinə, anasına, atasına, övladına, kiməsə günə 7, 10, 15 manat pul qazanan və o ağır şəraitdə, yağışın altında, istinin altında, soyuqda, nə bilim, elə bir şəxsin satdığı karobkaya təpik vuram, dağdan, müsadirə edirəm, gətirəm icra hakimiyyətinə, polisə zəy vuram, naryat göndərsin. Mən qəbul eləmərəm ki, ata, məni üzrə hesab elə, mən özümü orada görmürəm. Və gəlir, istifa ərizəsini yazır, çıxır, gedir ki, adam deyir ki, qardaşım, mən gedib kimləsə 5 manat, 10 manat rüşvət alacamsa, olmaz da, mən bunu qəbul etmirəm. Axı, mənə atam indiyə qədər haram pul yedizdirməyib. Əgər atam mənə bu haram pulu yedizdirməyibsə, mən də övladıma haram pulu yedizdirmərəm və mən insaflı olmalıyam. Mən əgər icra məmuruyamsa şərait qazandırmalıyam, şərait yaratmalıyam ki, insanlar qazansın. Dostlar, onu mən adını çəkmirəm. Bu faktdır və dəfələrlə belə hadisələr olubdur. Digər orqanlardan istifa ərizəsi yazıb çıxanlar var ki, deyirlər, qardaş, İradənin bacısı oğlu, o İradə yoxdur, icra başçısı vardı. Abşeronun. Bacısı oğlu qışqırır, körsünüz, görmürsünüz, gedin. Cəmaat orada mandalin satır, limon satır,
vurun, dağıdın, qoymayın küçə ticarəti. Amma halbuki iradənin himayədarları, bacısı uşaqları, o məmur, indi adını da deyəcəm mən növbəti verilişdə, mən bu barədə danışacağım. Halbuki nəinki küçə ticarəti, o binalarla o küçənin arasında o səki var deyə yolun qırağında, o səkiləri də satılır. Sən səkiləri sat, elin yolun bağla, əli yolun bağla, el yolun bağla. Hə, bir insan gəlir bir-birinin qabağında, günə 5, 7, 10 manat pul qazanmaqdan ötürü bir qutu qoyur qabağına, mandalin satır, alma satır, o almanı yığışdırırsın. Amma bugün nəyi deyirsiniz? İradə də yığdığın yığdı. Orada, baxın əziz dostlar, məsələn, iradənin vaxtında satılan o Qobu yolunda düz vulkanın dibində, 5-10 metrliyində, vulkanın düz, belə deyək də, uzaq başı bir 5, 10, 15 metrliyində yerlər satdı. Vaxt gələcək, o insanlar onun əzabını çəkəcək. O insan savadsızdır. Dağdan gəlib, daşdan gəlib, savadsız bir yerdən oxumayıb, savadı yoxdur. Düzdür, fərq qoymuram. Mən bu rayondan gəlib, dağdan gəlib, şəhərdən gəlib, özüm də dağda böyümüşəm mən. Amma savadsızdır da. Gəlib vulkanın yanında iradənin mafiyası tərəfindən buna yer, torpaq satılırdı. Amma o vulkan, o Qobuya gedən yolda, yeni Qobu yoxdur, sağ tərəfdə vulkan var. 30 ildən bir aktivləşir, 30 ildən bir vulkan püskürür. Ya təsəvvür et ki, yer yarılır ceyran batanda o zərbədən, ya da Lökbatanın çıxışında. Yəni elə bir güclü bir partlayış səsi də yaradır o. İndi nə vaxtsa orada o evlərdə bir problemlər yaşır. Allah eləməsin, yazıqdır o insanlar. İndi nə oldu? İradə icra hakimi idi, Fərəzovun kadrı idi, sevimli kadrı idi. Özü getdi Abşerondan Sumqayıda, onu ora təyinlədi. Başqası gəlib, Abdin Fərzəliyev, düzdür, mən Abdin Fərzəliyevi də Nərimanovda bəzi məsələlərlə bağlı tənqid eləmişdim, amma belə baxanda görürəm ki, başqa icra hakimlərinə nisbətən elə ən insaflısı, ən insaflısı yox, bir ilk 5-likdə, 10-luqda dayanan icra hakimlərindən biridir. Nə vaxt görürsən ki, şəhid ailəsi ilə, qazilərlə görüşür, söhbət edir, ev verir, ev tikir, bəzi qazilərə evlər veribdir. O Abşeronda bəli, görürsün, vulkan, bu yuxarıdadır, xeyr, bu o tərəf deyil. Bu sağ tərəfdədir. Yeni Qobu var, o yeni məscid tikirlər, Qafqazın ən böyük məscidi idi, yarımsılıq qaldı, orada mən nəsə hadisələr baş vermiş. İndi əziz dostlar, dəyərli tamaşaçılar, nəysə, o məmurla bağlı Kəramət Böyükçölün bir açıqlaması var. Hörmətli dostlar, bundan əvvəl o deyirdimi, ərizə yazıb çıxan məmur. O real da, nağıl deyil. Lazım olarsa adını, soyadını da deyirəm, tanıdığım bir şəxs. Nəysə dostlar, görək Kəramət Böyükçöl həmin bu məmurla bağlı nə yazır? Çox maraqlı yazır. Sizcə bu keçəl məmur alma satan vətəndaşa qarşı niyə belə kobud rəftar edirdi? Məncə o özünü kiməsə göstərirdi. O ya icra başçısına, ya başqa kiməsə göstərirdi ki, məndə çox qəddar xüsusiyyətlər var. Xalqa nifrət etməyi bacarıram. İmkan varsa mənim vəzifəmi böyüdün, amma o keçəl məmur bilmir ki, alverçilər bir xalqın demokratiyasını əlindən al, dinən deyil. Azad mətbuatını, mediasını, seçkisini əlindən al, dinən deyil. Çünki demokratiya, insan haqları, azad media, seçki o xalqın dəyəri deyil. O xalqın dəyəri məhz almadır.
Yadınızdadırsa alma söhbəti Qubada aləmi necə bir-birinə qatmışdı. Alma xalqın dəyəri olduğu üçün bu hadisədə cəmiyyətdə gündəmə çevrildi və sistemə də alqış qazanmaq üçün bir fürsət yarandı. Tez almaları geri qaytardı. O keçəl məmur bilməli idi ki, onun kimi balaca balıqlar hər an cəmaatın alqışlarına qurban verilə bilər. Ona görə də xalqın alması ilə oynayanda ehtiyatlı olmaq lazımdır. Kəramat Böyükçöl deyir ki, əziz dostlar, çox maraqlı bir söz deyir. Deyir ki, o keçəl məmur bilmir ki, alverçi bir xalqın demokratiyasını əlindən al dinən deyil. Azad mətbuatını, seçkisini, mediasını əlindən al dinən deyil. Çünki demokratiya, insan haqları, azad mətbuat, azad seçki o xalqın, yəni bu xalqın dəyəri deyil, Kəramət Böyükçöl deyil. Bu xalqın dəyəri, o xalqın dəyəri. Yəni o xalqın dəyəri deyil. Yalnız almadır. Və Quba hadisələrini xatırladır. Deyir ki, yadınızdadırsa, alma söhbəti Qubada aləmi necə bir-birinə qatmışdı. Amma xalqın dəyəri olduğu üçün bu hadisə də cəmiyyətdə gündəmə çevrildi və sistemə də alqış qazanmaq üçün bir fürsət yarandı. Tez almaları geri qaytardı. Və xəbərdarlıq edir ki, deyir, ona görə də xalqın alması ilə oynayanda bir gülüş mənasında deyir, ironik ki, ehtiyatlı olmaq lazımdır. Tamaşaçı yazır, elə orayda yazır ki, Orxan Bayram yazır ki, xalq da bunun keçəli ilə oynadı. Tənqid edilər, burada çoxunu deyə bilmirəm. Nəysə, əziz dostlar, rəylərdə Kəramətin öz səhifəsində yazılır. Kəramətin fikirləri ilə razılaşırsınız, əziz dostlar. Yəni, həqiqətənmi millət olaraq, xalq olaraq demokratiya, azad seçki, azad mətbuatı boğalar, əlimizdən alalar, verdiyimiz səs, parlament və prezident seçkilərindən, amma bir dənə əlimizdən almanı almasınlar. Yəni, həqiqətənmi düzmü deyil, səhv mi deyil? Çox xahiş edirəm, əziz dostlar, yazın və təkrar edirəm, burada